Dünən 10 aylıq fasilədən sonra Azərbaycan və Rusiya prezidentlərinin görüşü dövlətimizin qətiyyətinin təsdiqi oldu. Söhbət növbəti siyasi hadisədən deyil, Azərbaycanın beynəlxalq münasibətlər sistemində qalib və müstəqil mövqeyinin qəbulundan gedir. Prezident İlham Əliyev 44 günlük vətən müharibəsində olduğu kimi diplomatiyada da millətimizin iradəsini qətiyyətlə və ləyaqətlə təmsil edir. Tarix boyu Kürəkçaydan Moskva müqaviləsinə, Nərimanovdan Bağırova qədər heç bir Azərbaycanlı lideri Kreml və güclü paytaxtlar qarşısında İlham Əliyev kimi qətiyyətli duruş göstərə bilməyib. Azərbaycan prezidenti heç bir geosiyasi təsirə düşmədən yalnız Azərbaycan xalqının maraqları naminə hərəkət edib. Ulu Öndər Heydər Əliyev də Sovetlər Birliyinin 3-cü şəxsi olanda xalqımıza sədaqətlə xidmət etmişdi. İdeoloji formasiyadan asılı olmamışdı və 1987-ci ildə Kremldə gördüyü ədalətsizliyin də əvəzini İlham Əliyev siyasi və hərbi qələbəmizlə, bütövlük və suverenliklə aldı. Bizi təyyarə qəzasının səbəbkarı kimi göstərirdilər. İndi Rusiya rəhbəri cinayətkarların cəzalandırılacağını və kompensasiyanın veriləcəyini deyir. Qlobal embargo və sanksiyaların hədəfində olan bir ölkə ilk gündən belə etsəydi, iddiamları az da olsa neytrallaşdırardı. Əvəzində Azərbaycanı təkcə siyasi hədələrlə deyil, hibrid hücumlarla üz-üzə qoydular. Bizi etnik gərginlik yaratmaqda, antirus mövqeyə keçməkdə, radikal millətçilikdə və hətta dönüklükdə iddam edən rəsmi platformalar əslində ölkəmizin müstəqil xarici siyasət kursuna qarşı psixoloji müharibə aparırdılar. Lakin dövlətimiz və xalqımız baskıya qarşı vahid mövqedə durdu. Kreml mediasına anti-Azərbaycan tezisləri ötürənlərin Qafqaz siyasəti hələ də Pyotr dövrünü xatırladır. Onlar qələbəmizlə regional geosiyasətin dəyişməsini və Azərbaycanın yeni arxitektura quruculuğunu həzm eləyə bilmirlər. Lakin köhnə qaydalar artıq işləmir. 4 ildə Ukraynada gedən qlobal müharibədə Azərbaycan heç bir hərbi blokun forpostu olmayıb. Ölkəmizi qərb koalisiyasına bağlamağa, növbəti SVO-ların hədəfində göstərməyə çalışanlar dünən ifşa olundular. Ona görə də soydaşlarımızı kriminal avtoritetlər, mütəşəkkil cinayətkar dəstə və Qafqazlı siması kimi göstərən Bastrıkinin İstintaq İdarəsi 9 oktyabrdan sonra bütün saxta cinayət işlərini gərək dayandırsın, Azərbaycanlıları azad etsin. Dünən keçirilən görüş Vaşinqton zirvəsi və Azərbaycanın regional sülh siyasətinin birbaşa nəticəsidir. Ölkəmiz Türk dünyasının siyasi mərkəzi, orta dəhlizin əsas dayağı, enerji və logistik qovşaq, regional geosiyasi arxitekturanın memarıdır. Nə Ermənistanın əli ilə, nə etnik separatizm və iqtisadi təzyiqlə Azərbaycana təsir eləmək artıq mümkün deyil. Vətən müharibəsinin il dönümündə İlham Əliyev yenidən sübut elədi ki, Azərbaycan nəinki öz hava məkanını, həm də bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini təmin edən güclü dövlətdir və bu təyyarələrimizin xilası qələbəmizin davamıdır.